Ramazan xoşbəxtləri, yəni Ramazan ayında xoşbəxt olanlar, baxın. Bu xoşbəxt insanlardan birincisi bir qadındır, deyir. Düşünün, bu qadının Ramazan ayında özünə baxsız bir ibadəti vardı və xüsusi bir hekayəsi də var idi. Ramazan ayının bir neçə günü keçdikdən sonra bir insanlar məscidin imamına yaxınlaşır və onlar analara haqqında danışmaq istədiklərini bildirirlər. Analar da uzun illər əvvəl dünyasını dəyişib. Yəni, bir neçə il əvvəl. Dedi ki, elə bir şərait oldu ki, qəbir daşınmalı idi, qəbirstanlığı genişləndirirdi, yol keçirdi. Qəbri açanda fürsət oldu ki, anamızı görək deyə, onsuz da qəbir açılır və sonra deyir, qəbri açıb, orada nə gördük deyir, sanki deyir, dünən dəfn olunub deyir. Heç bir şey dəyişməyib. Allah-u Teala onun bədənini torpağa yeməyə qadağan edib. Kəfən hələ də yerindədir, görünür. Sanki eyni insandır. Olduğu kimi. Soruşurlar ki, bu necə ola bilər? Bu hadisə onları çox təəccübləndirdi. Daha sonra analarının hansı əməl sahibi deyə araşdırdılar, soruşdular. Heç evladları da bilməyib. Deməli, anasının gizli bir yaxşılıq əməli var idi deyir. Nə idi o? Ramazanda xüsusilə yetimlərə, kasıblara və dul qadınlara himayədarlıq edərdi. Təkcə öz yaşadığı şəhərdə deyil, başqa yerlərdə də və hətta bəzən pulu olmayanda belə bilirdi, gəliri var, borc alar, insanlara yardım edərdi. Və bu qadın Ramazan ayında digər vaxtlarda malını Allah üçün xərcləyən xoşbəxt insanlardan idi. O oruclu insanlara iftar verirdi, kasıbları doyuzdururdu, yetimlərə baxırdı və xeyir işlərdə iştirak edirdi.